İndi isə Hüseyin bizim üçün ikili say sistemində misal həll edəcək. Hüseyin, orada ikili say sistemində 4 rəqəmli tək ədəd qur. İfadəsini yaz. Bəs sonra niyə 1 yazdın? İstənilən rəqəmin sonunda 1 olarsa tək rəqəmdir. Afərin. Onluq say sisteminə keçid et. Aha. Biri 2'ye bölür. Biri 2'ye bölür. Birini 2'ye. Aha. 1 vursun, 2'nin. 2'nin üstü. Aha. Üstə gəl. 2 0 2'ye bölür. 2 0 vur yazdı. 0 vursun. 2 üstü. 2. Aha. Üstə gəl. Aha. Yox, 2'yə də 1'ə niyə vursan ki? 2 var axı orada. 1. Üstü. Afərin. Hesabla indi. 1 vursun 2'nin kubu. Aha. Aa, 0 olacaq da, onsuz da bilirsən ki, ədədlər orada 0 olacaq. Bunda benim 0. Bəli, 0 olacaq. Afərin. Deyə bilərsən ki, o niyə 1 oldu? Bu operator. Aha, 2'nin üstü 0. 2'nin üstü 0 olduğunu biri 1 oldu. Ay, sağ ol. İstənilən ədədin üstü 0 1'ə bərabərdir. Təxminən 9 elədi, onluq say sistemində. İndi bu onu isbat et ki, onluq say sistemindəndir. İkili say sisteminə gətir onu ki, doğrudan da görə elə ifadə ödəyir, yoxsa yox. Bak kız 2'ye bölür. 4. Aha, 1. 4'ü 2'ye böləndə 0. Aha. 2'ye 1. Bəli. Yəni, uşaqlar, diqqət edin ki, bölünən böləndən kiçik olarsa 0 yazılır və qalıq keçir digər hissəyə. Və aşağıdan yuxarıya operator düzənində ödədimi? İndeksini 2 yaz. Bu da belə. İndi isə Hüseyin, ikili say sistemində 12 rəqəmli ədəd qur. Onu 8 say sisteminə keçid et. Bilsə nə oldu? 12 dənə oldu, kifayət. 3 çarəsi. Aha. Bəli. Aha, qaydanı tətbiq edirsən. Burada mənim 8 say sistemində ən böyük rəqəm almaq üçün 1 2 4 vəzifəsini istifadə. Afərin. Aha. Burada mənim 4 sıfıra çevirəcək. 2 üstdən 1 gələcək. Ay, sağ ol. 4 yenə sıfıra Aha. çevirəcək. 2 üstdən 1 çevirəcək. 4 də sıfıra çevirəcək. 1 də baş 2 qalacaq. Bəli. 2 sıfıra çevirəcək bəli. 4-ün üstünə 1 gələcək. 5. 5 evet. Bərabər operatorlar üçün. Əhsən. Yaxşı, Hüseyin, orada 16'lıq say sistemində, daha doğrusu ikili say sistemində 15 rəqəmli ədəd qur. Onu 16'lıq say sisteminə keçid et. Neçə nə oldu? İndeksinə. Aha. 16 say sisteminə keçid et. Aha. Çatmayan əvvəlini doldur da. Çatmayan əvvəlini sıfır. Şimdi burada 1
2, 4, 8 qaydasını istifadə edir. Niyə istifadə edirsən ondan? 16 rəqəmi ən böyük rəqəmini almaq üçün 2, 4, 8 qaydasını istifadə edir. Aferin. Sıfır artır da bu yana sıfır artır. Yukarını doldur da 8 yaz ora. Aha. Aha. 4 sıfıra çevrildi. 8'in üstüne 2 hərci 10, o da bir 11. 11 ne yazacağıq ora? 11 C idi məndə. B. B. 4 mənə sıfıra çevrildi. 8'in üstüne 2, 10, o da bir 11. B idi. Niyə? Bir diqqətli ol. Burada necə edəcək? İkinci blokda. 11 eləmi? Sıfıra çevrildi. 8'in üstüne 2 hərci 10, o da 10'da A'dır. Ha. Yani 4'ü sıfıra çevirilir, 8'de 2'nin üstüne 1 eləyəcək. 8 de mənim sıfıra çevriləcək, 2'də. O sıfırı sıfıra çevirilir, 4'ün üstüne 1 eləyəcək. 5. Aha. Beraber. Dəyərləri yaz. Aferin.